Dünən Spider-Man filmini baxmağa getdim və filmi demək olar ki, bəyəndim deyə bilərəm. Yəni 10 üzərindən 7 puan verirəm. Filmi ya heç bəyənməyənlər oldu, ya da sözü bəyənənlər oldu. Yəni ortada qalanlar məncə azdır. Bunun səbəbi odur ki, biz Tom Holland'ın 3 filmində aksiyon dolu səhnələr çox olub deyə o filmləri daha çox xoşumuza gəldi. Amma bu filmdə isə aksiyon dolu səhnələrdən daha çox, yəni var idi əlbəttə, amma duyğusallıq da belə ön planlara çıxırdı. İşte Zendaya səhnəsi olsun, Jean Grey və s. Demək olar ki, bizi belə duyğulandırmağa çalışırdılar. Və orada sevdiyim səhnələrdən biri isə bu məsələn mən şeydən xoşuma gəlir. Hər nə şey uzaqdan ciddi bir karakter kimi görsənsə də, onun belə duyğulanmağı, belə əyləncə hərəkətlər etməsi xoşuma gəlir. Yəni karakterin tam belə fərqli bir halda olması belə desəm. Spider-Man'in ciddi halda olmasa məsələn daha çox xoşuma gəlir elə səhnələrdə. Hər karakterlərin belə deyib gülməsi, duyğulanması, ağlaması kimi səhnələr xoşuma gəlir. After Credits isə demək olar ki, maraqlı bir şey oldu həqiqətən. Elə bir bu Ned Spider-Man tapan bir proqram düzəltmişdi. Hardadsa o məkanları göstərirdi. İndi isə proqram ümumiyyətlə başqa bir kainatda olan Spider-Man-i göstərdi. Ya Miles Morales ola da bilər. Tom Holland'ın intervyusunda Miles Morales ola bilər kimisindən bir iz buraxmışdı. Amma yəni mən düşünürəm ki, Luboy Spider-Man istənilən yəni Spider-Man ola bilər. Çünki bizə sırf yəni Miguel O'Hara idi. Miguel O'Hara nə idi? Miguel O'Hara bəs ola bilər və demək istəyirəm onun ki, bəs bizə Spider-Man noir belə göstərə bilərlər. Çünki ən azından onun kainatını biz gördük canlı belə serial kimi və s. Live action yəni versiyasını nəzərə alanda onsuz Secret Wars-da ehtimal bir çox Spider-Man görəcəyik və talpa görsək daha çox olar. Onun düzü telifi falan var, amma yenə də bir ən azından 10 Spider-Man görmək istəyərdim. Bizim 3 Spider-Man-dən fərqli olaraq, yəni 13 Spider-Man olsa daha yaxşı olar belə desəm, yəni 15 və s. Hər nəsə, yəni mənim dediklərim bu qədər. Siz film haqqında nə düşünürsünüz? Yorumlara yazın.